Deməli, bu şeytandır, dəyərli insanlar. O nifrət bizim özümüz deyil. Çünki biz gözəl məxluquq. Allah Subhanahu taala yaratdıqlarının içində ən çox insanı sevir. Gör nə gözəl məxluq yaradıb. O sevir, törüyür, xeyir işlər gəlir onun əlindən. Üzündən gözəllik yağır insanın. İnsan bir kəlmə gözəl söz deyəndə digər tərəfi valeh eləyir. Gör nə gözəl məxluqdur. Amma buna bir şeytan girdisə, şeytan girməsi, yəni şeytanın bunu kontroluna aldısa, dil acı, üzdən zəhər tökülür, əldən pis işlər gəlir, pis və pis və pis. Bütün bunlar şeytandır, bizim əzəli düşmənimiz. Biz bunu bilirik. Amma biz xəta edirik. Xəta edən kimi o bizə hücum edir. Çünki Allah Subhanahu taala ona həmən vaxtı icazə verir. Allah qulunu qoruyur. Qulunu qorumaq üçün ona yollar öyrədib. Qul ki buna icra etmədi, Allah Subhanahu taala sanki şeytan ittir, Allah onun ipini qırır. Get parçala onu. Ondan sonra həmən insan deyir ki, mənim şeytana gücüm çatmır. Nə eləyirəm, gücüm çatmır. O mənə azdırır. Narkotikanı görən kimi özümü saxlaya bilmirəm. Nə bilim, əlimə fürsət düşən kimi zina edirəm, şərab içirəm, saxlaya bilmirəm özümü. Deməli, Allah sənin şeytanının ipini qırıb. Onu sənə həvalə eləyib. Deməli, sən özünü bir yerdə, o səviyyədə buraxmısan ki, o qədər Allahı qəzəbləndirmirsən ki, onun ipini buraxıb sənin üstüvə. Baxın, dəyərli müsəlmanlar, biz olaq, Allah bizə nəyi tapşırıbsa onu öyrənək, onu edək, o şeytandan qorunaq. Bizim işimiz deyil o şeytana qələbə çalmaq. Ona görə də o şeytandan qorunacaq inanılmaz bir zikir vardır. Çoxlarınız da onu bilirsiniz. Yenə də onu sizə xatırladacağım. Elə bir zikir ki, təsəvvür edin, bir dəfə Allahın Resulü sallallahu aleyhi və səlləm axşam çağı şeytanlar ordu şəkildə Allahın Resuluna hücum etdilər. Bu hədisi İmam Əhməd rəvayət eləyir, Abdurrahman bin Xambuş radiyallahu anhudan. Allahın Resulü sallallahu aleyhi və səlləm şər qüvvəni görürdü. Yəni ona Allah subhanahu ta'ala onun gözünün görmə surətini